Hər vaxtınız xeyir olsun. Hədsiz çox SMS aldığıma görə istədim bir açıqlama verim. Bəli, dünən saxta süni intellektlə hazırlanmış bəzi şeylər paylaşılmışdı. Təbii ki, bu mənimlə bağlı olsaydı bəlkə də mən bunu keçə bilərdim, amma mənim övladımdan da istifadə olunduğu üçün mən bunu keçmədim və o səhifəni bağlatdırdıq. Hətta vəkilimizlə müqavilə bağladıq. Bayramdan sonra həmən insan haqqında araşdırılma aparılacaq və qanun qarşısında cavabını verəcək. Cəzası nədirsə çəkəcək, heç kimi keçməyəcəm. İnanmıram ki, hansısa bir valideyn övladına toxunanda onu keçər. Eynən də mən keçmirəm. Bunu edən insan da o yazıq qadın. Mən buradan da səslənib demək istəyirəm ki, məncə sən və səni kimilər özünüzdə o problemi axtarmalısınız. Nə əskikdir sizdə, onu bir tapmalısınız, düzəltməlisiniz. Yazığım gəlir sadəcə. Allah biraz ağıl fikir versin. İşte bu kadar. Demək, biri də girib eşitsən indi orada kommentariyada nəsə şəkil qoyub ki, ağıllıdır da bu. Demək, biz məkanların birində Fatimə ilə Elmiran doğum günü edirik və arkadaş qrupda, yəni 6 nəfərik. Ən yaxınlarımız oturmuşuq da. İndi bu ağıllıdır, axı ki, nəsə qoyub. Dayı demir ki, sənin orada bir oynadığın videolar var, tək sənin yox, o masada oturan hamınızın. Dayı demir ki, bu söhbətə görə siz də çağırılacaqsınız. Sizin də səhifəniz skrini olunub. Sizinlə öz şəkliniz də var bizdə. Çünki sizi çəkmişdik, siz bizi çəkəndə. Sizə orada xəbərdarlıq etdiyi xeyri olmadı. Siz də polisə gələcəksiniz. Hazırlıqlı olun, bayramı dincəlin. Bayramdan sonra görüşəcəm hepinizlə. Elə bilirsiniz ki, böyle şey eləyəndə mənə nəsə təsir eləyir. Əksinə yeməyə mahlarımı geçən reklam eləyirsiniz. Bir də gülüb keçirəm. Amma uşağıma toxunmayın, yəni boğazınızı üzərəm. Elə bir ki, dünyada qadın kişi dostluğu eləyən bir tək məndə var. Heç kimin oğlan dostu yoxdur, kişi dostu yoxdur və ya kişilərin qadın dostu yoxdur. Yəni burada dostcasına yeb oturur. İşdəki kollektivinizlə nə yaxşı yeb oturursunuz, zarafatlaşırsınız. Bizə gələndə olmaz, sizə gələndə olar. Demək, inanırsınız heç mənim vecimə də deyil. Belə eləməyiniz yaxşı deyə belə fikir dağıdırsınız. Hə canım, da belə. Ölürlər mənim üçün. Çəkin paxıllığımı.